Sən özünü Babəklə müqayisə edirsən. Deməli, məsələ nədir dostlar? Mən bir qardaşa, bir əmioğluya cavab olaraq Babək filmindən bir səhnəni misal gətirərək fikrimi çatdırmaq istəmişəm də ki, fikrimi tam aydın çatdıra bilim. Əmioğlu da yazıb ki, sən özünü Babəklə müqayisə edirsən. Qaqaş, mənim başımda dəbilqa var və yaxud əynimdə döyüş paltarı, belimdə qılınc var və yaxud mən Bəz qalasının iddiasını edirəm ki, sən mənə yazmısan ki, özünü Babəklə müqayisə edirsən. Yox, qaqaş, sadəcə mən fikrimi çatdıra bilmək üçün misal getirmişəm. Ona təşbeh deyərlər də. Təşbeh deyəndə, təşbeh gətirəndə, misal gətirəndə, nümunə gətirəndə fikri daha aydın, daha səlist, daha rahat çatdıra bilirsən. Mən misal gətirmişəm, atam, mən özümü yoxdur, mən Babək haram, mən Babəklə nə işim, qurban sənə, qovumluğum zadımda yoxdur. 3-4 dəfə filminə baxmışam, bir də ki, tarix kitablarında nə oxumuşamsa, nə bilmişəmsə, odur, qurban sən, yoxdur, yox, mən Babəklə işim yoxdur, mən.